Atropatena dövləti. Biz bilirik ki, Makedoniyalı İskəndər hakimiyyətə gəldikdən sonra atasının yarım qalmış məqsədini həyata keçirmək üçün Əhəmənilər dövlətinin üzərinə hücum edir. Makedoniya dövləti və Əhəmənilər dövləti arasında bir sıra döyüşlər olur. Hansı ki, bunların ən sonuncu döyüşü eradan əvvəl 331-ci ildə baş verən Cancan düzənliyində Qavqamela döyüşüdür. Hansı ki, burada Makedoniyalı İskəndər qalib gəlir, Əhəməni hökmdarı 3-cü Dara məğlub olur və eradan əvvəl 330-cu ildə isə Əhəmənilər dövləti süqut edir. Həmin bu Qavqamela döyüşündə Əhəmənilər dövlətinin ordusunun sağ cinahına rəhbərlik edirdi Atropat. Bəs ümumiyyətlə Atropat kim idi? Atropat Əhəmənilər dövlətində bir satrap idi, yəni canişin idi. Vilayətlərdən, satraplıqlardan birini idarə edirdi, Midiya vilayətini. Onun satrapı canişin idi. Və Əhəmənilər tərəfdən Qavqamela döyüşündə bir sıra yenə türk tayfaları iştirak etmişdir. Hansı ki, bunu belə Sak kimi belə deyək, kodluyuruq. Sak, Alban və Kasp. Yəni, hər birinin baş hərfini belə birləşdirəndə Sak alınır elə. Eramızdan əvvəl 330-cu ildə bayaq dediyimiz kimi Əhəmənilər dövləti süqut etdi və bütün bu ərazilərin hamısı Makedoniyalı İskəndərin əlinə keçdi. Və o, hakimiyyətə gələndən sonra bütün satrapları işdən çıxardır. Öz vəzifələrindən azad edir. Lakin eradan əvvəl 328-ci ildə Atropatı yenidən öz vəzifəsinə qaytarıb satrap təyin edir. Ancaq bu dəfə bütün Midiyanın satrapı olmur. Yalnız kiçik Midiyanın satrapı olur. Hansı ki, bu da əvvəlki Manna ərazisinə uyğun gəlirdi. Eradan əvvəl 327-ci ildə Makedoniyalı İskəndər Hindistana səfər edərkən Atropatena ərazisində Baryaks adlı bir nəfər üsyan qaldırır. Ancaq Atropat bu üsyanı yatırır. Atropat bu üsyanı ona görə yatırır ki, o qorxurdu ki, yəni İskəndər geri qaydanda qəzəblənər, bütün xalqı cəzalandırar, həm də öz nüfuzunu da belə deyək, gücləndirir İskəndərin gözündə. İskəndər geriyə qayıtdıqdan sonra Atropata vəzifə verir. Ondan sonra Atropat ona hədiyyələr verir. 100 Amazonka qadın və atlar hədiyyə edir. Eradan əvvəl 323-cü ildə isə İskəndər vəfat edir. İskəndər vəfat etdikdən sonra onun imperiyası, yəni Makedoniya imperiyası bir sıra dövlətlərə parçalanır. Hansı ki, Azərbaycanda iki dövlət yaranır bunun nəticəsində. Biri Atropatena, digəri isə Albaniya dövlətidir. Atropatena tam müstəqil dövlət kimi yaranır eradan əvvəl 321-ci ildə. Tarixdə biz sizlə belə bir şey keçirik. Vahid Türk xalqının yaranmaya başlaması prosesi, vahid Türk xalqının yaranmasının sürətlənməsi və vahid Türk xalqının yaranmasının başa çatması. Başlaması, yəni vahid Türk xalqının yaranmağa başlaması təsadüf edir eradan əvvəl 4-cü əsrə. Yəni Atropatena və Albaniya dövlətlərinin yarandığı dövrə. Sürətlənir Sasanilər dövründə, başa çatır iki cür deyilir. Bəzi mənbələr deyir ki, Ərəb istilası dövründə başa çatır. Bəziləri deyir ki, Səlcuq axınları dövründə başa çatır vahid Türk xalqının yaranması prosesi. Atropatena dövlətinin paytaxtı Qazaka şəhəri idi. Biz sizlə Atropatenanın 5 hökmdarını keçəcəyik ki, bunlardan biri ilə Atropatdır. Atropata içinə bildik, vahid Atropatena dövlətini yaratmışdı və Atropatilər sülaləsinin nümayəndəsi əsasında qoymuşdu. Digər hökmdarlar isə Artabazan, Artabazd, Ariobarzan, Ariovast. Yəni, diqqət elədinizsə 2 dənə Arta ilə başlayır. Artabazan, Artabazd. Sonra ikisi isə Ario ilə başlayır. Ariobarzan, Ariovast. Artabazan haqqında 2 şey deyirik. Bir, dövrü müəlliflərinin dediyinə görə o ən müdrik hökmdar idi. Hansı ki, onun dövründə dövlətinin sərhədləri Pont dənizinə qədər çatırdı. Bir də bunun əksi, yəni bir müdrik güclü, bir də bunun əksini belə yəni yadda saxlamaq olar ki, eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antioxdan asılı vəziyyətə düşmüşdü. Yəni bir ən güclü olur, bir də asılı vəziyyətə düşür Selevki hökmdarı 3-cü Antioxdan. Sonra gəlir Artabazd. Artabazd haqqında yenə 2 şey deyirik. Bu da nədir? Eradan əvvəl 36-cı ildə Fraspa döyüşündə Romaya qalib gəlir.
Yəni Roma ilə savaşır və onlara qalib gəlir. Bu arada Fraspa döyüşündə Artabazda müttəfiqi Parfiyadır. Bir də yenə bunun tam tərsi. Roma ilə diplomatik münasibətlər yaradır. Yəni Romanı məğlub etdikdən sonra eradan əvvəl 36-cı ildə Fraspa döyüşündə daha sonra isə Roma ilə diplomatik münasibətlər yaratmağa başlayır. Bunun da səbəbi nə idi? Çünki qonşuluğundakı Parfiya dövlətinin niyyətinin dəyişildiyini, artıq Atropatenanı öz hakimiyyətinə qatmaq istədiyini görmüşdü. Buna görə də o Roma ilə münasibətlər yaradır. Ondan sonra gəlir Ariobarzan. Ariobarzan Artabazın oğludur. 10 il Romada yaşamışdı. Eradan əvvəl 20-ci ildə Oktavian Avqust tərəfindən hakimiyyətə gətirilmişdir və ermənilərə başçılıq etmişdi. Oktavian erməniləri öz hakimiyyəti altına aldıqdan sonra onların idarəçiliyini Ariobarzana vermişdi. Və nəhayət Atropatilər sülaləsinin sonuncu nümayəndəsi Ariovast. Ariovast eramızın 20-ci ilində vəfat edir və bununla da Atropatilər sülaləsi sona çatır. Parfiya dövləti tərəfindən dövlət tabe edilir. Bununla da Atropatena dövləti süqut edir, götürürük biz. Yəni Ariovast heç nə eləməyib, sadəcə ölüb. Öləndən sonra da dövlət süqut edib. Sonra gəlirik. Bayaqları digər səhifədə qeyd eləmişdim. Eradan əvvəl 223-cü ildə Atropatena Selevkilərdən asılı vəziyyətə düşmüşdü. 3-cü Antioxdan, Artabazan. Həmin asılılıqdan bəs nə vaxt çıxır desək, eradan əvvəl 190-cı ildə Magneziya döyüşü nəticəsində Romalarla Selevkilər arasında 190-cı ildə eradan əvvəl Magneziya döyüşü olur. Roma qalib gəlir, Selevkilər parçalanır. Onların parçalanmasından istifadə edən Atropatena isə yenidən müstəqil olur. Bundan başqa bizim iki döyüşümüz var. Biri eradan əvvəl 53-cü ildə Karra döyüşüdür. Hansı ki bu döyüş Roma və Parfiya arasında olub. Ancaq Atropatena isə Parfiya ilə müttəfiq idi. Bu döyüşdə Parfiya qalib gəlir, Roma məğlub olur. Roma qoşunlarına bu döyüşdə başçılıq eləyirdi Kras. Bu döyüşün bir davamı isə eradan əvvəl 38-ci ildə olur. Bu başqa bir döyüşdür. Adı Hindar döyüşü gedir. Sadəcə kitablarda yoxdur. Bu döyüşdə isə artıq Roma qalib gəlir, Parfiya və Atropatenanın birləşmiş qüvvələri isə məğlub olur. Ümumiyyətlə, tarixdə diqqət etsəniz, gələcək dərslərdə də bizimkilərin iştirak elədiyi, belə deyək, bir məğlubiyyətli, bir qalibiyyətli döyüş varsa, biz birincidə qalib gəlirik, ikincidə məğlub oluruq. Çünki belə deyək də, birincidə qalib gəlirik, arxayınlaşırıq, sevinirik, ikincidə gedirik, məğlub oluruq. Əgər hər ikisi qalibiyyət və yaxud hər ikisi məğlubiyyətsə ona aid deyil. Biri qalibiyyət, biri məğlubiyyətdirsə əgər bu şəkildə olur. Və eradan əvvəl 66-65-ci illərdə Roma sərkərdələri Pompey və Lukkul Azərbaycan ərazisinə yürüş eləyir. Həm Atropatenaya gəlirlər, həm Albaniyaya gəlirlər. Albaniyada daha təfərrüatlıdır bu. Ancaq buna baxmayaraq Atropatena öz müstəqilliyini qoruyub saxlaya bilir. Sonra burada Atropatenaya aid bəzi sözlərin yazmışam. Məsələn, səma atları. Çinlilər Atropatenanın atlarını belə adlandırırdılar, səma atları. Midya yağı neftə deyirdilər. Sonra Amazonka qadınlar var idi, döyüşçü qadınlar idi, hansı ki Atropat bağışlamışdı İskəndərə. Və həmin Amazonka qadınların istifadə etdiyi balta var idi, iki tərəfli balta, bu da təbərzin adlanırdı. İlk pullar Atropatenada kəsilir Makedoniyalı İskəndərin adından. Sonra Yunan mədəniyyəti ilə Atropatenanın tanış olduğunu sübut edən faktlar. Testdə Yunan mədəniyyəti yerinə Ellin mədəniyyəti də yaza bilər. Diqqətli olaq. 1. Kiramiddən istifadə. 2. Kerifto abidəsi. 3-cüsü isə Yunan tanrılarına sitayiş. Kerifto məbədi, Kerifto abidəsi Herakl, tanrı Herakla belə deyək, həsr olunmuşdur. Bir də Atropatenanın dini görüşləri. Atropatenada əsasən zərdüştlük dini yaranmışdı ki, bu dinin də əsas kitabı adlanır Avesta.